Rusiyada Ural bölgəsində fəaliyyət göstərən Azərbaycan Diaspor Təşkilatı ətrafında baş verən proseslər yeni mərhələyə qədəm qoyub. Xəbərə görə, Yekaterinburqdakı məscidlərdə inanclılara vərəqələr paylanaraq Ural Azərbaycanlı icmasının rəhbəri vəzifəsinə yeni namizədin irəli sürüldüyü bildirilir. Bu proseslər iyun ayında Rusiya İstintaq Komitəsinin etnik cinayətkar qrup işi üzrə cinayət işi açmasından sonra sürətlənib. Mediada yer alan xəbərlərə görə, bu proseslərin fonunda Uraldakı Azərbaycan diasporuna rəhbərlik etmək istəyən yeni namizəd ortaya çıxıb. Kommersant və SP nəşrlərinin yazdığına görə həmin namizəd Kərim Qasımovdur. Onun 69 yaşı var, əslən Azərbaycanın Masallı rayonundandır və 1976-cı ildən Rusiyada yaşayır. Kərim Qasımov Rusiya Daxili İşlər Nazirliyində işləyib. İstefada olan polis polkovnikidir və 5 övladı var. Bildirilir ki, o 2014-cü ildən 14 Müqəddəs Məscid adlı müsəlman dini qurumuna rəhbərlik edir. Xəbərə görə Kərim Qasımovun namizədliyi yaxın vaxtlarda keçirilməsi gözlənilən qurultayda müzakirə ediləcək. O, yerli mətbuata müsahibəsində qurultayın vaxtı ilə bağlı danışıqların davam etdiyini, tədbirin gələn ilin yanvarın 5-də keçirilə biləcəyini bildirib. Qasımovun sözlərinə görə, Ural Federal Dairəsi üçün Azərbaycan-Ural Regionlararası İctimai Təşkilatının nizamnaməsi hazırlanır. Kərim Qasımov çıxışlarında seçki platformasının əsas xəttinin Azərbaycanlıların birliyi və Rusiya ilə dostluq münasibətlərinin qorunması olduğunu bildirib. O, həmçinin əvvəlki rəhbərliyin legitimliyini sual altına alaraq, diasporun fərqli istiqamətdə fəaliyyət göstərəcəyini vurğulayıb. Qasımovun sözlərinə görə məqsəd sülh, dostluq, firavanlıq və birlik prinsiplərinə əsaslanan fəaliyyət qurmaq, eyni vaxtda gələcək üçün gənc liderlər yetişdirməkdir. O, hazırda seçkilərdə rəqibinin olmadığını da qeyd edib. Müşahidəçilər bildirirlər ki, keçmiş hüquq mühafizə orqanı əməkdaşı olan Kərim Qasımovun Sverdlovsk vilayətinin güc strukturlarının dəstəyini aldığı ehtimal olunur və onun namizədliyi Rusiyada Azərbaycan Diaspor Təşkilatının rəhbərliyində yeni xəttin formalaşması kimi qiymətləndirilir.